Salam, hər vaxtınız xeyir olsun, dəyərli müdavimlər və müəllimlər. Hər birinizi xoş gördük. Bugün mən sizlər üçün Daniel Golemanın emosional intellekt nəzəriyyəsinin testlərini izah edəcəm. Bir çox müdavimə bu nəzəriyyə həmişə qarışıq gəlir, testləri də qarışıq gəlir. İnanıram ki, bu izahlara baxdıqdan sonra mövzu sizin üçün biraz da olsa açıqlanmış olacaq. Gəlin elə birinci sualımızdan başlayaq vaxt itirmədən. Burada deyilir ki, 9-cu sinif şagirdi sinifdə masaların üzərinə divar boyası tökərək məktəb mülkünə ziyan vurmuşdu. Nə pis uşaqdır. Buna səbəb bəzi sinif yoldaşlarının onu uşaq adlandırması idi. Deməli, pis uşaq deyilmiş. Biz tez qərar verdik. Ona uşaq deyiblər. O da əsəbləşibdir əlbəttə ki. Buna səbəb bəzi sinif yoldaşlarının deyir, onu uşaq adlandırması idi. Nə işiniz var siz ona uşaq deyirsiniz? Yekə kişidir o. Şagird özünü alçaldılmış hiss edir və bu addımı ilə uşaq olmadığını sübut etməyə çalışır. Siz elə bir ərkiyana baxırsınız ki, güya heç elə bir fikrə düşməmisiniz. Ki, yəni, sizə uşaq deyiblər, demişsiniz, yox, mən uşaq deyiləm. İçinizdə düşünmüsünüz də, yalan danışmayın. Yəni, uşaq olmadığını sübut etməyə çalışır. Ona görə də boyanı töküb duvara, stolun üzərinə, məktəb mülkünə ziyan vurubdur. Şagirddə deyir, emosional zəkanın hansı komponentinin inkişafına ehtiyac var. Özünü idarə edə bilən şəxs ona uşaq deyəndə düşünərdi ki, əşi danışırlar da mən uşaq deyiləm, yekə kişiyəm misal üçün, oğlanlarda olur ən çox bu. O özünü idarə edərdi və ya deyərdi ki, onları nə başı çıxır uşaqlar böyüdən, danışırlar da özləri üçün. Yəni ən azından özünü idarə edərdi. Amma emosional inkişafda özünü idarə etməsi zəif olan insan nə edəcək? Qisas almağa çalışacaq. Deyəcək, mənə uşaq dediniz, gəlin indi bura görə kimdir uşaq? Dağıtdı stolun üzərinə. Özünü idarə edə bilmədi deməli. Cavab, özünü idarə etmə. Öz emosiyalarına hakim ola bilmədi. Burada rasional da düşünə bilərdi, yəni, bayaq dediyim kimi. Amma emosional düşündü, emosiyalara qapıldı və özünü idarə edə bilmədi. İkinci sualımızda deyilir, klasterə uyğun gəlməyən fikir müəyyən edin. Həmişə müdavimlərimizin ən yaralı yeri. Uyğun gəlməyən sözü əvəzinə uyğun gələn oxuyurlar onu. Sağ olsunlar. Cavablarda səhv çıxır. Uyğun gəlməyən, yəni emosional zəkaya aid olmayan xüsusiyyətləri yazacaq boşluqlara. Bir də deyir ki, insanı əhatə edən şəxslər onun emosional intellektinin dəyişməsinə bilavasitə təsir edən faktordur. Bəli, əlbəttə ki, elədir. Çünki mühit, ailə, nə bilim, müəllimlər, ətrafdakı insanlar təsir göstərə bilir. Biri sildik. Özünü də yüksək intuisiya və düzgün nəticə çıxarmanın əsasıdır. Bəli, Daniel Goleman deyirdi ki, özünü də yüksək intuisiyanın əsasıdır. Qəzəb hissinin belə lazımı miqdarda göstərilməsi insanlar arasında ünsiyyətin tənzimlənməsinə kömək edən faktor kimi çıxış edə bilər. Bəli, doğrudur. Deyir yəni ki, emosiyalarını yeri gələndə göstərməyi bacar. Bəzən insan qəzəb hissini belə qarşı tərəfə göstərməlidir ki, yəni də sənin qarşındakı insanın da əsəb hissləri var. Elə həmişə mən belə deyək də yola gələn olmayacam, bir dəfə də sən yola gəl. Deməli, heç biri aiddir, hamısı aiddir. Bir dənə E variantı aid deyil. Əslində, mənəvi inkişaf sözünü görən kimi söhbətin kimdən getdiyini düşünəcəyik. Kohlbergdən, Lawrence Kohlbergdən. Emosional inkişafdan, Daniel Golemandan yox, burada Lawrence Kohlbergdən söhbət gedir. Buna görə də 4 bizim cavabımız olacaq. Yəni ki, B variantı. Buraya yazırıq B-ni. Bir dənə doğru cavabımız çıxdı. 3. Bir şagird rəhbərlik etdiyi komanda üzvlərinə gözləntilərini düzgün şəkildə çatdıraraq onları öz potensialına uyğun fəaliyyətə yönətməyi bacarır. O müxtəlif situasiyalarda komandanı məqsədə doğru yönəldə bilir. Biz hansı mərhələdə demişdik ki, inandırıcılıq, liderlik qabiliyyətləri var. Liderlik nədir? Rəhbərlikdir də, yəni. Rəhbərlik etdiyi komanda əgər yaxşı liderdirsə, o zaman o idarə etməni bacaracaq. Görürsünüz, burada da onlara uyğun fəaliyyət bölüşdürür və müxtəlif situasiyalarda məqsədə doğru aparır komandanı. Liderlik bacarıqlarına sahib olan bir rəhbər əlbəttə ki,
Nədir? Emosional zəkanın ən yüksək komponentinə sahibdir. Münasibətlərin idarə edilməsi. Yadda saxlayın. Liderlik, inandırıcılıq, dinləmə mədəniyyəti. Dinləmək sakitcə. Dinləmək özü də ən yüksək emosional zəkadır. Mən dinləyirəm qarşı tərəfi. Verbal, qeyri-verbal, yəni sözlü və jest və mimikalarından fikirlərini çatdıra bilmək. Bunlar hamısı yüksək emosional inkişafının göstəricisidir. Cavab D variantı olacaq. Sonra 4 nömrəli sualımız. Baxaq 4-ə. Daniel Golemanın emosional intellekt nəzəriyyəsinə əsasən verilmiş fikirlərdən biri doğru hesab olunmur. Aha, yanlışı axtarırıq. Yanlış variantı. Baxaq. Müəyyən yaş mərhələsindən sonra emosional intellektin hər hansı bir komponentini inkişaf etdirmək uğursuz olur. Aha, elə A variantı. Yanlış fikir budur. Niyə yanlışdır? Çünki ümumiyyətlə emosional inkişaf, mənəvi inkişaf, düşüncə tərzi, bura qədər keçdiklərimiz, bunların 90%-nin yaşla o qədər də böyük bir əhatəsi yoxdur. Niyə? Əgər bir insan çatıb 20 yaşına, bu o demək deyil ki, onda emosional zəka formalaşa bilməz. Xeyr, zamanla, mühitlə formalaşan bir şeydir. Əgər biz düzgün istiqamət versək, yol göstərsək, olar, o da olar. Şey yoxsa deyil, bu videodakı kimi, olar, o da olar. Deməli, baxırıq növbəti sualımıza. Burada deyilir ki, müəllimin fəaliyyətini onların şagirddə inkişaf etdirdiyi emosional intellekt sahəsilə uyğunlaşdırın. Müəllim şagirdlərə deyir, başqa insanların fikir, düşüncə və hisslərini anlamağı. Aha, başqaları deyirsə empatiya, birə C yazacaq. Özünün hissləri haqqında düşünməyə çağırır. Öz hissləri özünü dərk. 2-yə A yazacaq. Rollu oyunlar vasitəsilə qarşı tərəflə doğru ünsiyyət, başqaları ilə deyirsə münasibətlərin idarə olunması, D yazacağıq. Öz hisslərini rasionallaşdırmaq üçün yönəldici sual verir. Biz rasionallaşdırmanı özünü idarə etmədə demişdik. Burada B yazacağıq. C, A, D, B uyğunlaşdırarkən cavab C bəndi çıxır. Şagird ev tapşırığını yerinə yetirmədən dostları ilə oynamaq istəyir. Deməli, şagird nəyi bacarmır? Özünü idarə etməni. Yerinə yetirmədən oynamağa gedir. Özünü idarə edə bilmir, valideyni də ona üzləşəcəyi hadisələrlə başa salır ki, təmkinlə izah edir. Özünü idarə etməni formalaşdırır ondakı. Yəni, ay övladım, sən burada əgər bugün dərsini oxumadan gedib dostlarınla oynasan, nə ilə qarşılaşacaqsan? Özünü idarə etməyi bacar, yəni. Uşaq da özünü idarə etməyi bacaracaq əlbəttə ki. Cavab ona görə B variantı. Yəni, valideyn təmkinlə ona özünü idarə etməni formalaşdırır övladında. Bunları uyğunlaşdıraq. Özünü dərk, idarə etmə. Aha. Başqasının nöqteyi nəzər əlbəttə ki, sosial məlumatlılıq. 3-ə yazırıq nə? A. Başqasının, yəni empatiyada da sosial məlumatlılıq. Öz hisslərini tanıması və adlandırması. Təbii ki, B-ni yazacaq, özünü dərkə, öz hisslərini tanıması. Qəzəbi uyğun şəkildə ifadə etmək, özünü idarə etmə. C. Münaqişələri həll etmə və anlaşılmazlığı müzakirə etmə. Bunda yazır, münasibətin idarə olunmasına D. Deməli, B, C, A, D. B, C, A, D. Baxın elə B variantında verilib. 8. Müəllim şagirdlərdə emosional zəkanın motivasiya komponentini inkişaf etdirmək istəyir. Deyir, motivasiyaya aid olmayanları seçin. Aid edilə bilməz. Hansı amillərin duyğularımın dəyişməsinə təsir etdiyindən onların əlamətlərindən xəbərdaram. Özünü dəkdir bu. Mənim duyğumun dəyişməsinə nə təsir edir? Öz hisslərini tanıyır. Ona görə bu motivasiya deyil elə, biri götürək. Qarşılaşdığım çətinlikləri məni irəliyə doğru daha əzmlə çalışmağa vadar edən qüvvəyə çevirmək bacarığına malikəm. Aha, deyir, çətinliklər məni irəliyə aparır. Bunu nəyəsə çevirirəmsə, deməli motivasiya alıram. Bu məncə motivasiya olacaq. 3. Məsuliyyətini götürdüyüm tapşırıqların müsbət nəticəsini təsəvvür edərək özümə bir həvəs yaradıram. Özümü ruhlandırıram, motivasiyadır. Narahat və ya əsəbi hiss edəndə özümü necə sakitləşdirəcəyimi bilirəm. Özünü idarə etmə, öz hisslərini idarə edir. Cavab elə 1-4 A variantı. Bunlar motivasiyaya aid deyil. Biri özünü dək, biri özünü idarə etməlidir. Tapşırıqları həll etmək üçün fəaliyyətimi planlaşdırarkən həmin zaman vəziyyətimi nəzərə alıram ki, bu da mənə onları yekunlaşdırmaqda yardım edir. Bu da motivasiyadır ki, özünü nəzərə alır.
Emosional intellektin özünü idarə etmə komponenti ilə bağlı verilən fikirlərdən hansı doğrudur? Belə A bəndi. Deyir, özünü idarə etmə zamanı keçirilən hisslərin rasional düşüncə ilə köklənməsi vacibdir. Bəli, vacibdir. Emosional davranmamalısan. B-də deyir, şagirddə özünü idarə etmə bacarıqlarını istənilən yaşda formalaşdırmaq mümkün deyil, mümkündür. Səhv cavabdır. İnsan öz hisslərini tanımadan da idarə edə bilər. Tanımadığım hissimi necə idarə edəcəm? Tanımalısan ki, idarə edəsən. Yanlışdır. Özünü idarə etmə zamanı hisslər güclü olduqda emosional düşüncə arxa planda qalır. Arxa planda qalmır. Sadəcə rasional düşünürsən, emosiyalarını tənzimləyirsən. O fikirdən bu fikir tamamilə fərqli fikirlərdir. Hissləri rasionallaşdıraraq onların idarə olunmasını təmin etmək mümkün deyil, mümkündür. Biz demişik ki, insan öz hisslərini idarə etmək üçün rasionallaşdırmalıdır. Yəni, məntiqlə düşünməlidir, ağılla. Emosiyalara qapılmaq olmaz. Sonra digərlərinə baxırıq. Dərsdə iki şagird arasında konflikt baş verir. Dərs bitdikdən sonra müəllim hər iki şagirdlə ayrı-ayrı söhbət edir. Bundan sonra şagirdlərdə belə bir düşüncə yaranır. Gərək onu günahlandırmazdan əvvəl məsələni dəqiqləşdirərdim. Verilən situasiya ilə bağlı doğru fikir hansıdır? Əgər bir şəxs münaqişədən sonra deyirsə ki, günah məndə idi, gərək mən dəqiqləşdirərdim, münasibətlər korlanmazdı, yəni artıq o insan münasibətlərini idarə etməyə başlayır. Müəllim şagirdlərdə münasibətlərin idarə olunması bacarığını gücləndirib. Aydındır? Çünki burada biz ümumi münasibətlərdən danışdıq və dedik şagirdlər belə bir fikrə gəldilər bu söhbətdən sonra ki, gərək onu günahlandırmazdan əvvəl məsələni dəqiqləşdirərdim. Cavab oldu Y variantı. Nə gözəl. 11. Riyaziyyat fənnindən aşağı nəticə əldə edən şagird gələcəklə bağlı məqsədləri haqqında düşünür. Yəni, məlum məsələ. Görür ki, aşağı nəticə əldə edib. Özünü ruhlandırmaq üçün nə edir? Gələcək planları haqqında düşünür, o kodlaşdırmanı nə qədər çox sevdiyini xatırlayır və bir gün bu proqram mühəndisi olmağı xəyal edir. Yəni, gələcəyini xəyal edərək başlayır o sevmədiyi fəndə özünə motivasiya yaratmağa. Bu da olur əlbəttə ki, şagirddə daxili motivasiyanın inkişaf etməsi. Şagird özünü daxilən həvəsləndirir. Siz də arada eləyin də, özünüzü daxilən həvəsləndirin. Məsələn, düşünün ki, miqdən keçəcəm, gedib müəllim olacam, o qədər pul qazanacam. O qədər. Düşünün də bunlar, niyə düşünmürsünüz? Sonra 12. Nə bilim, sertifikasiyadan keçəcəm, gedib o qədər artım alacam. Bizim görmədiyimiz artımlardan. Görəsiniz inşallah. Deyir, Daniel Golemanın emosional intellekt üzrə apardığı tədqiqatların nəticəsi deyil. Aha, nə deyil nəticəsi? E variantı. Deyir, empatiya hissi rasional düşüncəni arxa planda qoyur və mənəvi dəyərin dərinləşməsini əngəlləyir. Yox, məntiqlə düşünsə, əgər məndə empatiya hissi varsa, başqalarını anlaya bilirəmsə, başqaları hiss və düşüncələrini dərk edə bilirəmsə, deməli, məndə mənəvi dəyərlər də güclənəcək. Və Daniel Goleman deyirdi ki, emosional intellektin inkişafı mənəvi inkişafla sıx bağlıdır. Mənəvi dəyərlər və emosional dəyərlər bir yerdə inkişaf edir. Sonra 13 klasteri tamamlayın. Şəxsin sosial bacarıqlara sahib olmasını tələb edir. Sosial bacarıqlara nə aiddir? Liderlik və inandırıcılıq qabiliyyəti E variantı. Bura nə yaza bilərik boşluğa? Bunun ardını tamamlayırıqsa, münasibətlərin idarə olunması ilə bağlı bir fikir. Əlbəttə ki, sosial bacarıq münasibətlərin idarə olunmasına aiddir. Liderlik və inandırıcılıq da münasibətlərin idarə olunmasına aiddir. Cavab da olur Y bəndi. Məsələn, digər variantlara baxsaq. Burada əsas məqam fikri mühakimə etməməkdir. İdarə etmə olar yəqin ki, çünki özünü idarə etməyin üçün mühakimə etməməlisən. Burada şəxsin idraki və emosional vəziyyətini duymaq, bu empatiyadır. Şəxsin hisslərini anlaması, özünü anlayır da burada. Yəni, bu olur artıq özünü dək. Burada buzqıran strategiyaları, bu da əlbəttə ki, empatiya hissidir. Əgər bunu belə düşünsək C variantın ki, başqa şəxsin hissini anlamaq, onda empatiyadır bu da. Yox, özümüz olaraq şəxsimizdən danışırıqsa, özünü dək. Yəni, öz hisslərini anlamaq özünü dəkdir. Başqasının hisslərini anlamaq empatiyadır. İndi burada şəxsin deyəndə yəqin ki, başqa şəxsin nəzərdə tutur. Ona görə empatiya düşünəcəyik artıq bunu da.
Özünü dərk yox. 14. Emosional intellekt ilə bağlı verilən hansı fikir doğrudur? Aha. Emosional intellektə sahiblik şagirdlərin qapalı düşüncə tərzinə malik olmalarına şərait yaradır. Niyə? Emosional zəka açıq düşüncə yaradır, qapalı yox, səhv fikirdir. Təlim prosesində emosional intellektə sahib olmaq müəllim üçün vacib olan aspektlərdəndir. Bəli, əlbəttə ki, elə doğru olacaq deyil. Müəllimin emosional zəkası nə qədər güclüdürsə, şagirdlərdə də bir o qədər inkişaf etdirə bilər. Müəllimdən asılı deyil, müəllimdən də asılıdır. Həm cəmiyyət, müəllim, valideyn hər biri. Təhsildə yüksək nailiyyətin əldə edilməsi üçün emosional zəkanın sosial məlumatlı komponentin inkişafı daha vacibdir. Yüksək nailiyyət üçün ümumiyyətlə emosional inkişaf vacibdir. Mütləq ki, vacibdir. Deməli, yəni təkcə sosial məlumatlıq yox, özündə hamısı vacibdir. Şagirddə emosional intellektin formalaşmasında müəllimlərin rolu valideyndən daha çoxdur, yox, bərabərdir. Valideyn, müəllim hamısı bərabərdir. Yəni burada biri digərindən çoxdur deməyəcək. Təbii belə B. 15-16. Müəllim şagirdlərə emosiyalar haqqında məlumat verir. Onun növləri və xüsusiyyətləri haqqında danışırsa, deməli onlar da özünü dərki formalaşdırır. Yəni deyir uşaqlar, baxın bu hisslərimiz var, bunlar bizə necə təsir edir. Şagirdlərə hisslər haqqında məlumat verir, hələ ən aşağı özünü dərki formalaşdırmağa çalışır. 16. Duyğu akvariumu yaradılır, hisslər, duyğular. Bir situasiya oxunur və bu zaman şagirdlər insanın hansı hisslər keçirdiyini, yəni də insanların hansı hisslər keçirdiyindən danışır, təkcə məndən yox. Ümumiyyətlə, bu hadisə baş verəndə insan necə hiss keçirir? Empatiya hissini gücləndirir, sosial məlumatlılıq. Yəni deyir, insan hansı hissləri keçirir? Bunu yazılı şəkildə akvariuma atın. Burada deməli, sosial məlumatlılıq komponentini biz inkişaf etdirə bilərik. Sonra 17-yə baxaq. 17, 18. Görürsünüz, maraqlı testlərdir. Bir o qədər də çətin deyil əslində. Şagird sinif yoldaşının dediyi sözə görə ondan inciyir. İncidiyini bildirməyə əvəzinə hisslənir və onunla dalaşır. Aha. Özünü tarixdə bilmir təbii ki. Müəllim dərsdən sonra şagirdə sual verir. Sən nə hiss edirsən? Səncə sən niyə özünü belə hiss edirsən? Hə. Müəllimin verdiyi sual artıq şagirdin özünü dərkinə kömək olacaq. Bəli. Müəllim şagirdə hisslərini anlamağa kömək edir. Şagird özünü idarə edə bilmir. Baxın, bizə amma demir ki, şagirddə hansı məhəllə zəifdir məsələn. Deyir, verilən situasiya bu doğru fikir. Müəllimin verdiyi suallar, səncə sən nə hiss edirsən? Səncə sən niyə özünü belə hiss edirsən? Onu hisslərinə tanımağa yönəldir ki, niyə əsəbləşmirsən? Səni əsəbləşdirən nədir? Hisslərini anlamağa kömək edəcək artıq. A bəndi. Sualların qoyuluşuna diqqət yetirmək lazımdır həmişə. Bizdən şərt nə istəyir yəni? Şagird davranışlarını tənzimləyərək daha pozitiv olur. Davranışını tənzimləyirsə məlumdur sualımızın cavabı. Yəni özünü idarə edir də bu adam. Davranışını tənzimləyir. Yoldaşlarına və ailəsinə qarşı münasibətində də hiss olunur davranışını tənzimləmək. Şagird sözlü təhqir, dava və sinifdə dərsə maneçilik hallarını azaldır. Özünü idarə edir. Bəndi. Sinif yoldaşları sinifə yeni gələn şagirdin dialektlə danışmasına istehzayla yanaşır. Onunla əməkdaşlıq etmirlər. Bunu görən şagirdlərdən biri düşünür ki, ola bilər mən də başqa bir məktəbə və ya sinifə keçməli olaram. Mənə də belə münasibət göstərsələr özümü çox pis hiss edərəm. Özünü qoyur həmin yoldaşının yerinə empatiya hissi yaşayır və bu da adlanır sosial məlumatlılıq. Nə gözəl sualdır. Daniel Golemanın emosional intellekt nəzəriyyəsinə əsasən özünü dərk komponenti özündə ehtiva etmir. Sosial bacarıqları ehtiva etmir. Çünki sosial bacarıqlar münasibətlərin idarə olunmasına aiddir. Öz hisslərini tanıması doğrudur. İnsanın hisslərini analiz etməsi var. Güclü zəif tərəfləri var. Şəxsin düzgün nəticə çıxarması da var. Amma sosial bacarıqlar münasibətlərin idarə olunması ən yüksək komponentə aidlərdir. Sonra baxırıq 21-ə. Yanlış fikir deyir, müəyyən edin. Yəni bizdən nə gedir ki, gəlin müəyyən edək. Və Allah da, yəni, nə arayacaq başqa?
Valideynin emosional intellektinin yüksək inkişafı şagirdə birbaşa təsir edir. Bəli, valideyn özünü idarə edə bilmirsə, uşağa da təsir edir. O da özünü idarə edə bilmir bir çox hallarda. Şagirdlərdə yaradıcı yanaşmanı inkişaf etdirməklə onlarda emosional zəkanın da inkişafı təmin mümkündür. Bəli, yaradıcılıq əlbəttə ki, emosional zəkanı inkişaf etdirəcək. Zehni inkişafın mərhələləri nəzəriyyəsi ilə emosional intellekt sıx bağlıdır. Zehni inkişafın mərhələləri yox. Lawrence Kohlbergin mənəvi inkişafın mərhələləri nəzəriyyəsi ilə. Baxın, burada belə sadə bir gedişat var. Daniel Goleman öz nəzəriyyəsini Lawrence Kohlbergin mənəvi inkişaf nəzəriyyəsi ilə əlaqələndirir. Deyir, mənəvi inkişaf olmasa, emosional zəka da zəif inkişaf edir. Bir-birinə sıx bağlıdır. Yəni, Goleman Kohlbergini əlaqələndirir. Kohlberg özü isə Kohlberg idi zehni inkişafını əlaqələndirən. Lawrence Kohlberg deyirdi ki, mənəvi inkişaf birbaşa əlaqəlidir zehni inkişafla. Yəni, mənəvi inkişafla zehni inkişafla əlaqələndirirdi. Aydındır. Əgər sizdən burada emosional intellekti yox, mənəvi inkişaf istəsə düz olardı. Çünki mənəvi inkişaf zehni inkişafla sıx bağlı idi. Emosional inkişaf isə mənəvi inkişafla sıx bağlı idi. Yəni, ardıcıllıq belədir. Cavab C variantı olacaq. Digər fikirlərdəki doğru fikir oldu. Şagird BSG-dən arzu etdiyi nəticəni əldə etmədiyinə görə kədərlənir. Valideynləri ilə söhbət zamanı onlar onun təhsili üçün etdikləri maddi və mənəvi fədakarlıqları vurğulayırlar. Valideynlərlə söhbət şagirdin məsuliyyət hissini artırır. Növbəti imtahanlarda uğur qazanmasına stimul verir. Siz bu nəyə bənzəyir? Özümdən nümunə çəkim. Bəzən, misal üçün, müəllimlərim var idi. Mənim, misal üçün, hazırlıq dönəmində çox hazırlıq müəllimləri idi. Onlar bəzən belə nümunələr çəkirdilər ki, bax, sən valideynin məsələn orada əziyyət çəkir. Biz rayonda yaşamışıq. Ailəm Ağdamda, Əfətli kəndində böyüyüb boya başa satmışam. Orada biz valideynlərim sahədə, nə bilim, soğan əkə, kartof, nə bilim, başqa ərzaqlar əkirdilər. Meyvə tərəvəz. Əsasda tərəvəz, meyvə biz o qədər bitmirdi. Sonra, nə bilim, pambıq əkə, sonra mal heyvan saxlaya bizi böyüdürdülər, əziyyət çəkirdilər. Mən də həmişə sahəmizin böyründən, sahə bilirsiniz nədir? Böyründən aldı. Keçdim ləhcəyə. Sahəmizin yəni yanı ilə, orada əkib becərir də, kəndçilər, nəsə əkirlər, becərirlər, heyvan otarırlar. Onun yanından həmişə keçib gedərdim hazırlığa digər kəndə və valideynlərimin yanından keçib gedirdim bir çox hallarda. Həmişə müəlliməm misal çəkirdi ki, ingilis dili müəlliməmiz idi, Ceyran müəlliməm. Misal çəkirdi ki, bax səncəni görsən, yolda valideynlər o qədər əziyyət çəkirlər orada ki, səni oxutsunlar. Onda vicdan hisslərim oyanırdı mənim, bəli, vicdanım oyanırdı. Yol boyu gələndə deyirdim ki, vay, gör, həqiqətən valideynlər necə əziyyət çəkir. Yəni, belə müəllimlər də var idi ki, bizim o hisslərimizi, vicdanımızı oyadırdılar. Onu oyatmaq lazımdır arada. Siz də o içinizdəki o şiri və yaxud da vicdanı oyatmağa çalışın bəzən. Deyin ki, bax, gör, mənim valideynim, nə bilim, yoldaşım, qardaşım, filan kəsim əziyyət çəkir ki, mən oxuyum, öyrənim, mən də yatmışam, deyirlər, harada, fil qulağımda. Yox, olmasın belə. Özünüzü neyin? İdarə etməyi bacarın. Bu artıq motivasiyadır. Xarici motivasiya verir valideynləri ona. Bəli, cavab D variantı. Sonra 23. Şagirdlərdən birinin yoldaşı ilə arasında anlaşılmazlıq yaranır. Şagird düşünür ki, mən özümü düzgün ifadə edə bilsəydim. Deyir, mən özümü düzgün ifadə edə bilsəydim. Yəni, mən özümü idarə edə bilsəydim. Mən özümü idarə edə bilsəydim, bu hal baş verməzdi, özünü idarə etmə. Aydındır. Burada demir ki, mən bu hissi niyə keçirtdim? Bəzən özünü dərk götürürüm davamlar. Özünü dərk deyil. Niyə? Çünki mən bu hissi niyə keçirdim demir. Deyir, mən özümü düzgün ifadə edə bilsəydim, bu hal baş verməzdi. İdarə etmədi artıq. Özümü düzgün idarə edə bilsəydim. Başqa bir şəhərə köçdüyü üçün şagird məktəbini dəyişir. Şagird yeni məktəbdə sinif yoldaşları tərəfindən bullyingə məruz qalır. Bu zaman o aqressiya nümayiş etdirmədən yoldaşlarına narazılığını bildirir. Özünü idarə edir. Bu komponent artıq şagirddə var. Yəni, öz hisslərini idarə edir, rasional düşüncə ilə köklənir. Bir sözlə, onları boşluq çıxardır orada. Ki, yəni, siz mənə qarşı belə eləmişsiniz. Düzgünü də budur, yəni. Həmişə təmkinli insanlar neyinir? Bir çox hallarda bəzi şeylərdə özlərini haqlı çıxartmağı bacarırlar. Ona görə təmkinli olmaq lazımdır. Çox emosional olanda doğru olduğumuz yerdə də bəzən səhv çıxır. Ona görə təmkinlə. Emosional intellektin komponentlərlə bağlı verilən hansı fikir doğru deyil? Özünü dək yüksək intuisiya və düzgün nəticə çıxarmağın əsasıdır. Doğrudur. Özünü idarə etmə zamanı keçirilən hisslərin rasional düşüncə ilə kökləməsi çox vacibdir.
Bəli, özünü idarə etmək üçün rasional düşüncə lazımdır mütləq. Emosiya dedikdə insanın qarşısındakı şəxsin idraki və emosional vəziyyətini duyması nəzərdə tutulur. Bu da düzdür, empatiya. Empatiya dedikdə yazıb hətta, düzdür. Sosial bacarıqlar dedikdə düzgün oxu, yazı, ünsiyyət xeyr. Oxu yazının bura bir adiyyəti yoxdur axı, oxu yazı akademik bacarıqdır. Sosial bacarıq, inandırıcılıq, liderlik, ünsiyyət qurmaq bura aiddir, hə, amma oxu yazı aid deyil, əməkdaşlıq və s. Münasibətlərin idarə cavab D, yanlış D-dir. Münasibətlərin idarə edilməsi emosional intellektin vacib komponentidir. Bəli, doğrudur, bu da düzdür. 26. Şagird müəyyən konfliktli hadisə baş verdikdə keçirilən hissləri analiz edir. Onları mövcud hadisə əlaqələndirərək ki, nə dərəcədə düzgün reaksiya verdiyini müəyyən etməyə çalışır. Hə, öz verdiyi reaksiyanı müəyyənləşdirirsə, o zaman nə olacaq? Müəyyən konfliktli hadisə baş verdikdə, keçirdiyi hissləri analiz edir, özünü dərk edir və onların mövcud hadisələri. Məncə burada özünü dərk edir, amma burada idarə edir, özünü idarə etmə. Cavab yəni B variantı. Aydındır. Çünki deyir ki, şagird hissləri analiz edir, öz hisslərini tanıdı. Sonra isə onların mövcud hadisə əlaqələndirərək nə dərəcə düzgün reaksiya verdiyini müəyyən edir. Reaksiyasını müəyyənləşdirir artıq. Özünü idarə etməsi ilə bağlıdır bu. Ona görə də burada olacaq artıq B variantı. Digər sualımıza baxaq. 27. Verilən nümunələrdən hansıları emosional zəkanın motivasiya komponentinə aid deyil? Burada variant səhvliyi var köhnə kitablarda. Cavab deyəsən 2-4 çıxıb. Amma əslində 1-3 olacaq doğru cavabımız. A bəndi. Bir şagird debat zamanı qarşı tərəfin onun fikirlərini təksib etdiyi zaman emosional sabitliyi nümayiş etdirir. Özünü idarə edir. Bu idarədir, özünü idarə etmə. Ona görə 1 əslində aid deyil. Biz aid olmayanları axtarırsa biri 1-dir. Ruh yüksəkliyi motivasiyadır. Aiddir, silirik. Sonra dözümlülük nümayiş etdirirsə, bu da özünü idarə etmədir. Cavab 1-3-də əslində. Burada yenə ruhlandırmaq motivasiyadır. İkisi də motivasiyadır bunların, baxın. Yəni 2 ilə 4 motivasiyadır əslində. Arxada cavab səhvlidir. Yəni sual düzdür. Sadəcə arxada cavab A əvəzinə B düşür. Yəni doğru cavab A variantı. Sinif rəhbəri şagirdləri sinif iclaslarında dediklərinə məhəl qoymasa, onların motivasiyasının aşağı düşəcəyini bildiyindən vaxt aşırı keçirilən iclaslarda onların hər birini diqqətlə dinləyir. Baxın, dinləmək hansı komponentdə idi? Münasibətlərin idarə olunması. Dinləyir, onların fəaliyyətini stimullaşdıracaq ifadələrdən istifadə edir. Onları idarə etməyi bacarır. Bu, münasibətlərin idarə olunmasıdır. Situasiyada sinif rəhbəri münasibətləri idarə etməyi bacarır. Onların fikrini nəzərə almasa, bilir ki, orada səs-küy yaranacaq. Ona görə münasibətləri düzgün idarə edir. Halal oldu mənim. 29. Şagirdlərdən biri irqçilik və etnik ayrı-seçkiliyə qarşı kampaniyanın rəhbəridir. Rəhbərdirsə, yəqin ki, liderlik bacarığından danışacaq. Liderlik. Və komanda üzvlərindən digərinin irqçilik zarafatı etdiyini eşidir. İşitir ki, biri irqçiliyi zarafat elədi. Bu zaman o yoldaşının xətrinə dəyməməyə diqqət etməklə. Yəni, zarafat eləyənin belə xətrinə dəymir, ona iradını elə bildirir ki, bu hal bir də təkrarlanmasın. Yəni, həqiqətən liderlik bacarığına sahibdir. Deməli, bu adam münasibətləri idarə etməyi bacarır. Aydındır? Başqalarını idarə edir burada. Gördünüz nə gözəl həll elədi konflikti? Emosional intellekt haqqında verilən hansı fikir doğrudur? Emosional intellekti inkişaf etdirməyə yetkinlik yaşından başlamaq daha məqsəd uyğundur? Yox. İstənilən yaşdan başlamaq olar. Kiçik yaşlar daha məqsəd uyğundur. Təsəvvür edin, böyüyüb, yekələnibdir. İndi gəl onu qoy qarşı başa sal ki, bu belə olmalıdır. Ona görə kiçik yaşlar daha uğurludur. Amma bu o demək deyil ki, yetkinli yaşda olmaz. Yox, cümləni səhv başa düşməyin. Sadəcə yetkinli yaşdan başlamaq uğurlu o qədər də uğurlu deyil. Olar. Bu da olar. Günü da olar. Amma uğurlu deyil yəni. Uğurlu olması nədir? Uğurlu olması kiçik yaşındandır. Amma onu edə bilərik yəni. Cümləni bilsiniz necə? Bəzən müəllimlər çox belə aşırı, necə deyim, səhv başa düşürlər. Məsələn, bunu burada gördülərsə, yox. Başqa yerdə desək ki,
İnsanın yetkinin yaşında da emosional zəka formalaşdırmaq olar. Deyəcəklər, yox, yanlışdır. Niyə? Çünki bu testdə belə demişdi. Xeyr, tamamilə fərqli fikirlərdir. Valideynin emosional intellektinin yüksək inkişafı şagirdə birbaşa təsir edir. Doğru fikirlə budur da. Bayaq hardasa demişdik bunu elə biz. Hə. Summativ qiymətləndirmə emosional intellekti inkişaf etdirirmi? Yox. Tənqid etmək bacarığı inkişaf etdirirmi? Yox. Tənqidi təfəkkür deyə bilərdik. Mənəvi dəyərlə əlaqəsi yoxdur, var əlbəttə ki. Sonra 31. Müəllim dərs ilin əvvəlində şagirdləri tanımaq üçün onların üzərində müşahidə aparır. Müşahidə əsasında belə qənaətə gəlir ki, sinifdəki 20 şagirddən yalnız 5-i digər sinif yoldaşları danışarkən onları diqqətlə və sona qədər dinləyir. Bu 5 şagirddə münasibətləri idarə güclüdür. Rasional intellekt, yox, üzr istəyirəm. Sosial bacarıqlar güclüdür. Həmin 5 şagirddə sosial bacarıqlar güclüdür. Verilən situasiya əsasında bu şagirdlərlə bağlı hansı nəticə gəlmək olar? Burada bu 5 şagirdi nəzərə tutaraq deyir. Burada yazsaydılar ki, həmin 5 şagird daha aydın olardı əlbəttə ki. Cavab D variantı. Şagirdlərdə sosial bacarıqlar var, dinləmə mədəniyyəti. Aydındır? Belə. Şagird qarşılıqlı münasibətləri analiz etmə və yoldaşlarla bir-birini anlama qabiliyyətini yaxşılaşdırır. Və nəticədə o həmyaşıdlarla daha səmimi və dostcasına davranır. Qarşılıqlı münasibətləri analiz etmə, yoldaşların bir-birini anlama qabiliyyətini, deməli münasibətləri idarə edir. Artıq münasibətləri idarə etməyə başlayır. 33. Uzun müddətdir yorulmadan çalışdığı imtahanda uğursuz nəticə əldə edir və buna görə məyus olur. Lakin o keçmişdə uğursuzluqlarla üzləşdiyi vaxtları və hər bir uğursuzluğun onun uğur qazanmaq əzminin necə artırdığını xatırlayır. Motivasiya mərhələsi, yəni özünü motivasiya edir, məlum məsələ. 34-35. Müəllim şagirdlərə smayliklər paylayır və bir mətn oxuyaraq obrazın mənəvi vəziyyətini, keçirdiyi hissləri smayliklə göstərmələrini, yəni obrazın hisslərini göstərəcəklərsə, əlbəttə ki, burada nə olacaq? Empatiya, sosial məlumatlıq. Goldmana görə emosional intellektin hansı komponenti yüksək intuisiya və düzgün nəticə çıxarmanın əsasıdır. Özünü dərk, yüksək intuisiya və düzgün nəticə çıxarmağın əsasıdır. Goldman deyirdi. 36-37. Şagird bir çox tapşırıqları rahatlıqla həll edir, lakin yol verdiyi istənilən bir səhv onu ruhdan sala bilir. Nəticədə o prosesdən uzaqlaşır və öyrənmədə lazım səviyyə baş tutmur. Özünü idarə etməyə ehtiyacı var. Özünü idarə etmək zəifdir. Motivasiyası da zəifdir, amma görürsünüz motivasiya yoxdur cavablarda. Özünü idarə edə bilmir. Verilən strategiyalardan hansı şagirddə emosional intellekti formalaşdırmaq üçün məqsədəuyğun hesab edilə bilməz? İstiqamətləndirici sual var. Metakognitiv düşüncəni inkişaf etdirmək var. Refleksiya etməyə istiqamət vermək bu da düzdür. Elmi biliklərin artırılması emosional zəkanı o qədər də inkişaf etdirmir. Özünü qiymətləndirmədə var. Baxın, burada belə bir yanaşma var. Elmi biliklərin inkişafı üçün emosional intellekt vacibdir. Əgər bir insan öz hisslərini tanısa, idarə edə bilsə, motivasiyasını yüksəldə bilsə və ya digər komponentlər olsa, o zaman elmi, akademik bacarıqlar da yüksələr. Yox, amma elmi bacarıqlar yüksəkdir, emosional zəka zəifdirsə, bu artıq uğurlu deyil. Yəni, uşaqlarda kiçik yaşlarından əgər biz emosional zəkanı daha çox inkişaf elətdirsək, onlarda akademik bacarıqlar zaman-zaman öz-özünə inkişaf edir. Çünki bu adam özünü idarə etməyi bacarır. O özünü tanıyır. Aydındır? Dərsi anlamadığı üçün həyəcan keçirən şagirdə bunun normal bir hal olduğunu, gələn dərs yenidən bu mövzularını işləyə biləcəyini vurğulayır. Nəticədə şagird toparlanır. Yəni özünü idarə edir. Şagird özünü idarə edir və özü toparlanır. Cavab B variantı. Belə bir sadə sual. Şagird riyaziyyat fənnini xoşlamır. Lakin bu fəndən imtahan verəcəyini bildiyi üçün emosiyalarını idarə edir, özünü daxili motivasiya edir. Deməli, şagirddə emosional intellekt güclü inkişaf edibdir. Motivasiya, özünü idarə etmə bacarıqları yüksəkdir şagirddə. C variantı. Yoldaşı ilə sinif daxili konflikt yaşayan şagird onu incidəcək bir söz deməmək və öz əsəblərini sakitləşdirmək üçün birdən ona kimi sayır. İçində niyə sayır? Çünki özünü idarə etsin deyə. Şagird emosiyalarını idarə edə bilir. Cavab D variantı. Belə. Bu qədər dəyərli izləyicilər.
Hər birinizə uğurlar arzu edirəm. Növbəti video izahlarımızda görüşənədək sağ olun, salamat qalın.